Bu baştan deyim, klibi videonun sonuna yerləşdirmişəm, izləyə bilərsiniz. İndiki isə videonun mövzusuna, deməli süni intellekt vasitələri ilə bir müğənni hazırlayırıq, ona mahnı hazırlayırıq və müğənni bu mahnını oxuyarkən bir klip videosu hazırlayacağıq. Yəni etap-etap sizə göstərim. İlk öncə Plova daxil oluruq və belə bir Nano Banana Pro-nu istifadə edərək mən müğənni hazırladım. Bu müğənninin görsəllərini istifadə edərək bir neçə klip səhnəsi də burada hazırladım. Yenə qeyd edirəm, Nano Banana Pro-nu istifadə etmişəm bu görsəlləri hazırlayarkən. Musiqimizi, Musiq GPT-ni istifadə etmişəm. Bizə ilk başda 500 kredi verir. Mən həmin o pulsuz kreditlərdən istifadə edib mahnı hazırladım. Burada da bir neçə mahnı hazırlayıb bunlardan birini bəyəndim. Sonra gəldim Klingeya. Klingeyada avatar bölməsinə gəlirəm. Avatar bölməsinə həmin bizim burada hazırladığımız şəkli, müğənninin şəklini endirib bura yükləyirik. Avatar bölməsinə təkrar qeyd edirəm. Sonra həmin burada hazırladığımız mahnını endirib yenidən bura yükləyirik ki, müğənni bu mahnını oxuyarkən video hazırlasın. Ən sonunda gəlirik ki, qata bunların hər birini burada birləşdirib və klipimizi hazır edirik. Ocean flicker on the wall, your sweater on the bedroom chair. Dust in the half-light, still dancing like you're there. Cold coffee on the window ledge, lip print fading on the rim. I read our messages, mouthing every word again. I keep your name on the tip of my tongue. Say it quiet, so the silence feels sung. We were